İzləmədə qalın, bugün sizə maraqlı şeylər göstərəcəm. Çox gözəl mənzərədir, həqiqətən. Ses çok yüksek. İsitmeye rahat olsun. Sizi qarlı və gözəl Stockholm şəhərindən salamlayıram. İzləmədə qalın, bugün sizə maraqlı şeylər göstərəcəm. Stockholmun qarlı hava gəzintisi də belə olur. Elə də külək yoxdur. Suyun qırağındayıq deyə biraz yüngül külək var. Elə də külək yoxdur. Binalar arasına girəndə, bağlı yerə girəndə ümumiyyətlə külək hiss olunmur. Əslində düzü desəm, heç belə gəzinti videosu çəkməyi fikirləşmirdim. Qar yağdı deyə dedim biraz çəkim. Çünki özüm də xoşum gəlir qarda gəzinti, qarda gəzmək. Çox gözəldir. Baxın. Gördüğünüz bu yolka ağacının 100 ildən çox yaşı var. Çox böyük ağacdır. Qar get-gedə çoxalır. Qar elə yağır ki, suyun digər tərəfi də görsənmir. Həm də hava biraz dumanlıdır. Çok gözəl mənzərədir, həqiqətən yerinə düşdü ya qar.
Neçə vaxtdır qar videosu çəkmək istəyirdim. Elə bugünə gəldi. Həll oldu. Əlimə şans düşdü ki, qarlı havada gəzinti eləyim, sizə də göstərim. Keçək yolu digər tərəfdə bir muzey var. Ora getmək istəyirəm. Dostlar, göstərilərim donub qıpqırmızı. Yəqin ki, bir bəyəni mənə çox görməsiniz. Dəstəyinizə ehtiyacım var. Həmişə. Hər bəyəni, hər paylaşım, hər yazdığınız komment mənim üçün böyük dəstəkdir. Bura şəhər muzeyidir. Bu hissə Slüssə metrosuna yandı. Düz elə bu tərəf, Slüssənin qarşı tərəfidir. Stats muzeyi. Giriş pulsuzdur. Girək biraz buranı da çəkək. Mən bir halıma baxın. Qar içindəyəm. Şaxta babaya dönmüşəm. Biraz çırpınım burada. Qar tökülsün üstümdən. Kameram da islanıb. Amma qorxusu yoxdur. Onsuz da kameram suya dözümlüdür. Baxın dostlar. Ama çox gözəl qar yağır. Kurtqan asmaq olar buradan, amma mən istəmirəm asmaq. Deməli, bura girişdir, bura resepsiyonda. Gəldik içəri. Burada cürbəcür əsərlər var, videolar var. Ətraflı oxuyub, videolarda da oxuduğumuzu əks etdirən kadrlar var. Su içindəyəm. Tabii qarıb başım dəridir. İstandım. Çıxaq bu tərəfdə çəkək.
Ateş əks etdirir. Burada gördüyünüz geyim uşaq evində olan uşaqların geyimi olur. Deməli, 7 yaşında uşaqları götürürlər, yetim uşaqları, əl işləri, yemək pişirməyi, paltar tikməyi öyrənirlər. Həm oğlan, həm qızlar üçün 12 yaşına qədər də o uşaq evində yaşayırlar. Deməli, 1637-ci ildə tikilib, 1886-cı ildə bu gördüyünüz uşaq evi dağılıb. Yəni artıq bu uşaq evi yoxdur. 1886-cı ildə dağılıb. Belə bir qılındı. 1600-cü illərdə ölüm cəzası alan belə bir qılıncla edam edilib. Bu qılıncın özüdür, burada onun oxşarı kim istəyir, yoxlayabilir. Belə qədim qablar da var. Bu gildən düzəldilmiş qablardır. Belə bir şeyin üstündə düzəldilirlər. İndiki zamanda da hətta var belə. Əl işlərində məşğul olan gildən qablar, vazlar düzəldilirlər var. Deməli, 700-cü illərdə Qamastanda hansısa bir evin qapısı oldu. Ödeyəsə pəncərə qapısı. Burada bir apteki əks etdirir. Qədim aptek. Qamlastan 1623 1860-a qədər var olub belə bir aptek. Bu da bir kuklada onu əks etdirir. Videoda da göstərilir. Nə cür dərman düzəldilər. Getdiyim 1527-1630-cu illərə Kronenstad, kralın şəhəri. Gedək görək orada nə var. Xala da yatıb burada. Qulluqçu otağını əks etdirir bu da. Xorultusunu səsli gəlir.
Deməli, burada gördüyünüz şeylərin çoxusu 1500-cü illərdə tapılıb arxeoloji qazıntılar zamanı. Orada baltanın başı var, açarlar, qayçı, bıçaq. Bu nədir bilmirəm. Detallı şəkildə yazılmayıb orada. Nə var? Ayaqqabılar var. Belə. Burada qədim Stokholmdən. Salam əleykum. Bu da o vaxtın bazarını əks etdirir. Orada quşdu o, cücədir, nə də bilmədim. Sülüssen tərəfi əks etdirir. Bir an gəzdiyimiz yer körpünün yanı. Saray. Burada nəsə qədim yazılar var, amma mən oxuya bilmirəm. Ne yazılıb? Oxuya bilmədim. Burada da belə kitab qoyublar. Muzeyi sevənlər üçün, muzeyə maraqlı olanlar üçün, tarix sevənlər üçün gəlib görməli yerdir. Qədimi pullar. Biz aşağıdan çəkin belə. Qədimi xəzinədir bura. Sizə onu deyim ki, yəni Stokholmda muzeylər çoxdur. Əgər daha belə keyfiyyətli yer görmək istəsəniz, var yerlər. İstəsəz, yəni deyə bilərəm, yaza bilərəm sizə. Kommentdə sual verən olsa, komment bölməsində cavab verə bilərəm. Muzeylərin çoxusu pullu muzeylərdir. Bura Havayı muzeyidir. Gəlin, buranı göstərim sizə. Gələn dəfə Viking muzeyi var. Viking muzeyini də göstərə bilərəm. Ora giriş pulludur. Yəni, bura gəlsiniz, ora gedib eləmək istəsəniz, xəbəriniz olsun, giriş 200 krondur. İsveç valyutası ilə 200 kron, bu da haradasa 20 evro, 20 dollar. Hələ də yağır qar. Biraz yoruldum həqiqətən. Çünki həm qar üzümə vururdu. Həm kameranı saxlamışam əlimdə. Əlimdə də əlcəklərim yoxdur. Yadımdan çıxdı, evdə qaldı. Əllərim də dondu. Qollarım da yoruldu. Bura gələn kimi heç dincəlmədim. Birbaşa çəkirəm yəni. Məsələn, bazar olmalıdır. Qədimi bazarı əks etdirən bir şey. Elə düzəldiblər ki, elə həqiqi adamdır.
Emily Högqvist 1812-ci ildə doğulub Stokholmda. Opera balet teatrına da 16 yaşlarında daxil olub. Burada köhnə Stokholmun əşyalarını əks etdirir. Şəklə diqqətlə baxsaq, biz buradan keçdik sarayın yanında. Oradan gəzə-gəzə qruq eləyib digər tərəfə keçdik. Burada Qammastan tərəfdir. Buranı da gəzmişik, göstərmişəm sizə. Burada gördüyünüz hər şey köhnə Stokholmu əks etdirir. 500-400 il əvvəl. O vaxt nələrdən istifadə ediblər, nələr tapıblar, kimlər olub. Görürsünüz. Burada əl işləri ilə məşğul olan insanların alətləridir. Burada da videoda göstərir. Vaxtı olan oturub burada baxa bilər. Burada da ana uşağı ilə. Qədim deyəndə bu elə də qədimə oxşamır. Belə gözəl şkaflar var. Gedək digər tərəfə. Deməli, burada nə yazılıb? Yəni, Stokholma gəlməyin 21.000 adam evsizdir. Çox da o vaxtları Stokholmda ev qıtlığı olduğu üçün belə bir şey yazılıb. Burada görürsünüz insanların əşyaları, yükü belə gəmilərlə Stokholma axın olub vaxtilə. Görsənik ki, həqiqətən qədimidir bunlar. Çox köhnə əşyalardır. Deməli, Per Anders Berg əsəridir bu, 1850-ci il. Girək bura çəkirik. Şəhər uşaqları.
Mən belə kənardan belə təxminən göstərirəm ki, Stokholmda belə bir muzey var. Gəlib öz gözünüzdə də görə bilərsiniz. Amma mən yenə də gələ bilməyənlər üçün də çəkib göstərirəm. Bura foto otağıdır, oranı əks etdirir. İnsanlar hani belə oturub şəkil çəkdirirlərmiş. Özümüzə də salam deyək. Bu qədimi fotoaparatlardır. Burada barı təsvir edir. Köhnə musiqi ansamblı, köhnə radiolardan. Bu birisi nədir? Qədim zamanlarda istifadə edilirlər bunu kinoteatrlara. Bunun vasitəsilə kinoya baxırlar. Film proyektorudur. Burada belə şey var. Kulağa tutursan, burada yazılanları oxuyur. Səs çox yüksəkdir. ilin 1960-cı illərin geyimləri. Stokholm'da yani. Burada artık biraz muasir dövründe. Böyle maraqlı papaqlar. Bra. Deyəsən bir mərtəbə də var. Sonra da baxaq. ...1910-cu ildə nələr olub? 1910-cu ildən sonra yəni. Bunlar küverdi, məktub qabları, etiketlər var orada. 1897-ci il. Paltar tikən maşın. Qədimi telefon, peçat. Yazı maşını, yazı yazmağı olur. Axırıncı pillə.
qədimi otağa oxşuyur. Bu köhnə kənd evlərinə oxşuyur. Biraz oturaq burada. Ümid edirəm qırılmaz bu. Biraz yoruldum. Burada köhnə bir kitab tapdım. Ha, bu Bibliyadır. Bibliyadır bu. Altar. Qapı çalacağıydı. Bura gəldik yox. Burada da ikinci otaq. Böyle köhnə saat. Güzgü. Burada yataq otağı deyirsən, çox kiçik yataqdır bu. Onsuz da evlər qədimdə alçaq tikilirdi. İsitmək rahat olsun deyə alçaq evlər daha tez isinir. Görürsünüz burada nə qədər alçaqdır. Güclə girirəm bura. Belə lampa, qədim kravat, yataq. Ama bu yəqin uşaq üçündür. Oraya girə bilməz. Böyle bir kamin. Burada da əl üzüyüblər yəqin. Başımız değməsin. Böyle, burada axırıncı mərtəbə idi. Zadın qədər tez çəkdim, göstərdim. Yormadan. Bilirəm ki, mən buranın detallarını detallı şəkildə çəksəydim, orada hər yazılanı oxusaydım, axşama qədər burada olardım. Bəlkə axşama qədər də vaxt bəs eləməzdi. Belə yüngülvari çəkdim, göstərdim ki, bu muzeydə bunlar var. Həm İsveç dilində, həm də İngilis dilində yazılar var. Eğer oxumaq çətin olsa, başa düşməsəz, Google Translate ilə də tərcümə etmək olur. Telefonu tutub üstünə, yazıların üstünə tutub tərcüməyə bassa, avtomatik istədiyiniz dilə tərcümə eləyir. Yəni belə dostlar, gözəl insanlar, gözəl izləyicilər, bugün çox yoruldum həqiqətən. Qar yağır hələ bu evdə. Öyle bildim canım. Bugün çok yoruldum. Çiğnim yoruldu, qollarım yoruldu. Çünkü şəhərin digər tərəfindən 2 stansiya gəzə-gəzə çəkdim. Həm də papaqsızam, əlimdə də əlcəyim yox idi. Biraz üşüdüm. Ama yenə də yaxşı idi, maraqlı oldu. Gedək isti nə salaq içək. Burada belə kafelər də var. Yəni istəsəz içkilər, şirniyyatlar da var. Burada oturup yemeği yiyebilirsiniz.
tam tərəfə gedir. Bu qədər dostlar. Baxdığınız üçün təşəkkür edirəm. Videomu bəyənin, paylaşın. Bunu hər dəfə, hər videomda deyirəm. Belə videoların daha çox gəlməyini istəyirsə, mənə dəstək olun. Bu həm kanalımın inkişafına xeyirdir, həm də ki, mənə böyük motivasiya olur. Belə. Sağ olun, özünüzdən müğayət olun. Gələn videolarda görüşənədək.